Salam əziz həmkarlar. Biz bugün genetika mövzusunu öyrənirik. Gəlin görək genetika nədir? Genetika orqanizmin irsiyyət və dəyişkənliyini öyrənən elmdir. Genetikanın əsasını 1865-ci ildə Mendel tərəfindən qoyulub. Gəlin görək irsiyyət nədir? Axı dedik genetika irsiyyət və dəyişkənliyi öyrənir. İrsiyyət nədir? İrsiyyət bir canlının xüsusiyyətlərini saxlayıb, nəsildən nəsilə ötürmə hadisəsidir. Bəs dəyişkənlik nədir? Orqanizmin fərdi inkişaf prosesində yeni əlamətlər qazanması və fərdlər arasında fərqlənən əlamətlərin əmələ gəlmə prosesidir. Biz əvvəlcə genetika mövzusunun içərisinə daxil olmamışdan əvvəl görək əlamət nədir, fenotip nədir, genotip nədir? Bunlarla tanış olaq ki, daha sonra digərlərini çarpazlaşmanı rahat edə bilək. Əlamət nədir? Əlamət canlıları biri-birindən fərqləndirən xüsusiyyətdir. Genotip nədir? Orqanizmin valideynindən aldığı bütün genlərin cəmidir. Fenotip nədir? Zahirən üzə çıxan bütün daxili və xarici əlamətlərin cəmidir. Daha sonra gen anlayışı var. Gen nədir? Gen, DNT-nin bir hissəsi olub, xromosomda yerləşir. Genlər bir və ya bir neçə əlaməti idarə edib, nəsildən nəsilə ötürülməsini təmin edir. Bu gen özü bölünür. Dominant gen, bir də resessiv gen. Dominant gen nədir? Heterozigot vəziyyətdə, hibriddə üstünlük təşkil edən, fenotipdə üzə çıxan əlamətdir. Resessiv gen nədir? Hibridin fenotipində gizli qalan, yalnız homozigot vəziyyətdə özünü göstərən əlamətdir. Dominant gen böyük hərflərlə işarə olunur. Məsələn, böyük A, böyük A, böyük B, böyük B. Resessiv gen kiçik əlamətlərlə, yəni kiçik hərflərlə işarə olunur. Məsələn, kiçik A, kiçik A, kiçik B, kiçik B. Daha sonra hibrid nədir? Bir-birindən bir və ya bir neçə əlamətə görə fərqlənən valideyn fərdlərin çarpazlaşması zamanı alınan yeni nəsildir. Homozigot nədir? Özünə oxşar fərdlə çarpazlaşdıqda nəsildə parçalanma verməyən, eyni tip qametlər hazırlayan fərdlərdir. Məsələn, tutalım böyük A, böyük A. Baxın, bu böyük A, böyük A bir qamet verir, tək böyük A. Kiçik A, kiçik A. Bu da bir qamet verir, tək kiçik A. Yəni, böyük A, böyük A, kiçik A, kiçik A, bunlar homozigotdur. Eyni tip qamət verirlər və nəsildə parçalanma vermir. Bəs heterozigot nədir? Çarpazlaşma zamanı nəsildə parçalanma verən, müxtəlif tip qametlər hazırlayan fərdlərdir. Məsələn, böyük A, kiçik A, böyük B, kiçik B. Baxın, burada iki qamət verir. Bir böyük A qaməti, bir kiçik A qaməti. Bir böyük B qaməti, bir kiçik B qaməti. Deməli, bunlar heterozigotdur və çarpazlaşma baş verdikdə nəsildə parçalanma əmələ gələcək. Daha sonra lokus nədir? Xromosomun genin yerləşdiyi sahədir. Yəni, xromosomda gen hansı hissədə yerləşirsə, bu lokus adlanır. Tutalım, bu bir xromosom, bu da bir xromosom çubuğu. Burada böyük adı, burada da böyük adı və ya tutalım, burada böyük adı, burada kiçik adı. Bax, bu xromosomların, xromosomda genin yerləşdiyi hissə lokus adlanır. Bu gendə özü allel genlər var. Allel genlər nədir? Cüt genlər olub, homoloji xromosomların eyni sahəsində yerləşir və bir neçə əlamətin inkişafına cavabdehdir. Bəs homoloji xromosom nədir? Homoloji xromosom eyni formalı, eyni ölçülü, eyni gen daşıyan xromosomlardır. Məsələn, diploid xromosom yığımına malik orqanizmlərin hər bir hüceyrəsinin istənilən geninin adətən 2 allel olur. Çünki diploiddir, 2 N-dir. Bu da parçalanır N, bir də N. Ona görə də hər birinin 2 alleli olacaq. Ona görə genləri genotipdə 2 eyni hərflə işarə edirlər. Məsələn, noxud toxumunu götürsək, noxud toxumunun sarı rəngin böyük A, böyük A, yaşıl rəngi də kiçik A, kiçik A ilə işarə edirlər. Deməli, sarı olur böyük A, böyük A, yaşıl da olur kiçik A, kiçik A. Hamar forması olur böyük B, böyük B, qırışıq forması olur böyük B, kiçik B. Bu hissələri bildik.
İndi biz nəyə baxarıq? Kitabda baxaq buna. Baxın, ümumilikcə genetika, irsiyyət və dəyişkənlik, monohibrid çarpazlaşma. Monohibrid çarpazlaşma nədir? Monohibrid çarpazlaşma odur ki, bir qamət versin və parçalanma verməsin. Məsələn, burada tutalım ki, böyük ya böyük ya ilə kiçik ya kiçik yanı çarpazlaşdırıram. Buradan əmələ gəlir bir qamət böyük ya, buradan əmələ gəlir bir qamət kiçik ya. Bunlar çarpazlaşır, olur böyük ya kiçik ya. İndi gəlin qamət əmələ gəlməyə də baxaq, sonra Mendelin qanunlarına baxaq. Baxın, ümumilikcə qamət əmələ gəlməsinə görə homozigot olanlar, məsələn, eyni hərflə işarə olanlar, olsun böyük ya böyük ya, böyük B, böyük B, böyük C, böyük C. Bunlar bir tip qamət verirlər. Bu A qaməti verir, eynidir ikisi də. Bu bir tip qamət verir, B qaməti. Bu bir tip qamət verir, C qaməti. Ümumilikcə kiçik hərflərlə də işarə etsək, yenə bir tip qamət verəcək. Məsələn, tutalım kiçik ya, kiçik ya. Bu da bir qamət verir, bir dənə A qaməti. Və ya indi heterozigot fərd, böyük ya, kiçik ya. Bu iki tip qamət verir. Bir böyük A qaməti verəcək, bir kiçik A qaməti verəcək. Və ya böyük B, kiçik B. Bu da bir böyük B qaməti verir, bir kiçik B qaməti verir. İndi baxaq görək. Bir baxaq. Baxın, ümumilikcə biz allel genləri bildik. İndi bu genetikada dişi orqanizm necə işarə olunur, erkək orqanizm necə işarə olunur? Bir buralara baxacağıq. Baxın, valideyn fərdlər P hərfi ilə işarə olunur. Bunun adı periantali, yəni valideyn. Çarpazlaşdırma zamanı valideyn formalardır. Filali, qız fərdlər, qız nəsillər F hərfi ilə işarə olunur. Bu da F1 birinci nəsil olur, F2 ikinci nəsil, F3 üçüncü nəsil. Çarpazlaşdırma ikisindən işarə olunur. Böyük A, lətin əlifbasında ümumilikcə böyük hərflər dominant əlaməti, dominant geni göstərir. Kiçik A, ümumilikcə latın əlifbasında kiçik hərflər resessiv əlaməti və ya geni göstərir. Daha sonra erkək fərd bu formada işarə olunur. Bu da ata, oğul fərdlər ola bilər. Dişi fərd də bu formada işarə olunur. Bu da ana, qız fərdlər ola bilər. İndi keçirik Mendelin qanunlarına. Mendelin birinci qanunu hibridlərin eyni şəkillik qanunudur. Əsasən bir əlamətin alternativ cütünə görə fərqlənən valideyn formaların çarpazlaşdırılması monohibrid çarpazlaşma adlanır. Deməli, monohibrid çarpazlaşma nədir? Bir əlamətin alternativ cütünə görə fərqlənən valideyn formaların çarpazlaşdırılması monohibrid çarpazlaşma adlanır. Mendel əsasən noxud bitkisindən istifadə edir. Niyə? Noxud bitkisi öz-özünə tozlanır, asan çoxalır, tez inkişaf edir və az müddətdə çoxlu nəsil verir. Ümumilikcə, noxud bitkisinin əlamətlərinin hamısının birdən deyil, yalnız bir əlamətin alternativ formalarını, məsələn, noxudun hamar və qırışıqlıq olması, çiçək rənginin ağ və ya qırmızı olmasına əsasən çarpazlaşma edə bilər. Əsasən burada Mendel birinci qanunda hamar və qırışıqlı toxumlardan istifadə edib. Yəni, hamar noxuddan, bir də qırışıqlı noxudlardan istifadə edib. Və birinci nəsildə alınan bütün toxumlar hamar olub. Məsələn, gəlin baxaq. Hamar rəngli noxudu böyük ya böyük ya ilə işarə olunur. Qırışıq rəngli noxud kiçik ya ilə işarə olunur. Və böyük ya böyük yanı, yəni hamar, sarı hamar, yaşıl qırışıqla kiçik ya ilə çarpazlaşdırıb. Böyük ya bir qamət verir, kiçik ya bir qamət verir. Bunların çarpazlaşmasından əmələ gəlir böyük ya kiçik ya. Və burada böyük ya dominant əlamət olduğu üçün kiçik yanın üzərində dominantlıq edir. Və burada əmələ gələn toxumların hamısı sarı rəngli olur. Nə rəngli olur? Sarı rəngli, sarı hamar. Amma tərkibində kiçik ya var. Deməli, içərisində gizli formada resessiv əlaməti saxlayır. Yəni, birinci bu oldu birinci nəsil F1. F1 nəsildə alınan bütün toxumlar hamar olmuşdu. Deməli, birinci nəsil hibridlərin eyni şəkilli olmasını, yəni hibridin dominant əlaməti valideynə oxşamasını Mendel eyni şəkillik qanunu adlandırdı. Başa düşdük Mendelin birinci qanunu, eyni şəkillik qanunu. Burada monohibrid çarpazlaşmadan istifadə olundu. Bir əlamətin alternativ cütünə görə fərqlənən valideyn formaların çarpazlaşdırılması monohibrid çarpazlaşma adlanır.
Daha sonra Mendelin ikinci qanununa keçirik. Mendelin ikinci qanunu hibridlərin parçalanması qanunudur. Nədir? Yəni ikinci nəsildə hibridlərin parçalanması qanunu. Baxın, Mendel toxumun formasını sonrakı nəsillərə keçməsini aydınlaşdırmaq məqsədi ilə birinci nəsildə alınan toxumu ikinci nəsildə yenidən özü ilə çarpazlaşdırıb ikinci nəsil əmələ gətirib. Birinci nəsildə nə aldıq? Böyüya böyüyanı. İndi bunu özü ilə çarpazlaşdıracağıq. Yəni birinci nəsildə aldığımız böyüya kiçiyə hamar rəngli sarı hamar toxumu özü ilə çarpazlaşdırırıq böyüya kiçiyə ilə. Birinci nəsildə öz-özünə tozlanmadan istifadə edir. İkinci nəsildə diqqətli olun. İkinci nəsildə istifadə edir çarpaz tozlanma. İndi burada böyüya böyüya. Baxın, burada iki qamət verir. Bir böyüya qaməti, bir kiçiyə qaməti. Digər fərddə bir böyüya qaməti, bir kiçiyə qaməti. Burada çarpazlaşma zamanı nə olur? Birinci rəqəmi götürürsən, birinci anı. Bu F1 nəsli birinci nəsildir. Bunu özü ilə çarpazlaşdırır. Birincini götürüb digərin fərdlərinə vurursan. Məsələn, böyüyanı götürdüm, bir dəfə bu böyüyaya vururam. Lolur dildə deyirəm ki, başa düşəsiniz. Buradan əmələ gəlir böyüya böyüya. Təzdən bu böyüyanı götürüb bir dənə də bu kiçiyaya vuracam. Buradan əmələ gəlir böyüya kiçiyə. Burayla qutardım. İndi keçirəm kiçiyaya. Bu kiçiyanı götürüb bir dəfə böyüyaya vururam. Əmələ gəlir böyüya kiçiyə. Bu kiçiyanı da götürüb bir dənə digər kiçiyaya vururam. Əmələ gəlir kiçiyə kiçiyə. Deməli, bu artıq olur F2 nəsli. F2 nəslində 4 dənə fərd əmələ gəldi. Neçə dənə fərd əmələ gəldi? 4 dənə. Bunun 4də biri böyüya böyüyadır. 1, 2, 4də ikisi böyüya kiçiyadır. 4də biri də kiçiyə kiçiyadır. Böyüya böyüya olur sarı hamar toxum. Böyüya kiçiyə yenə olur sarı hamar. Kiçiyə kiçiyə olur yaşıl qırışıq. Və burada indi nə edirik? Deməli 4də 3-ü, 4də 2 üstə gələk 4də 1. Bax bunlar. 4də 3-ü olur sarı hamar, 4də 1-i də olur yaşıl qırışıq. Bu hissədən başlayaq. İndi burada fenotip sayını soruşar, bir də genotip sayını soruşar. Fenotip sayı burada 2 dənədir. Çünki sarı hamar, bir də yaşıl qırışıq. 2 fenotipim var. Genotip sayım 3 dənədir. Baxın, böyüya böyüya tamamilə fərqlənir bir fərd. Böyüya kiçiyə eyni olduğu üçün bir dənə bundan götürürəm. Kiçiyə kiçiyə də yenə bir dənə. Deməli, mənim genotipim də olur 3 dənə. Başa düşdük, fenotip sayım 2, genotip sayım 3. İndi fenotipə görə parçalanma, genotipə görə parçalanma. Genotipə görə parçalanma əsasən burada baxsaq, 1, bir də 2 dənə bunlardan. Yəni 4də 1 böyüya böyüya əmələ gəlib, 4də 2 kiçiyə, böyüya kiçiyə. Yəni 3 dənə mənim sarı hamarım var, bir dənə də mənim kiçiyə kiçiyə yaşıl qırışığım var. Bu olur mənim fenotipə görə parçalanmam. Genotipə görə parçalanmam. Bir dənə böyüya böyüya əmələ gəldi, 2 dənə böyüya kiçiyə əmələ gəldi, bir dənə də kiçiyə kiçiyə əmələ gəldi. Bu da olur mənim genotipə görə parçalanmam. Məncə başa düşdük. Bu da oldu mənim ikinci nəsildə hibridlərin parçalanma qanunu. Yəni Mendelin ikinci qanunu. İndi keçirik Mendelin üçüncü qanununa. Mendelin üçüncü qanunu nədir? Əsasən, burada bu kitabda, bu hissələrdə ləki verməyib, analiz çarpazlaşmanı özüm izah eləyəcəm sizə. Bu üçüncü qanunda izah eləyim sonra. Deməli, Mendelin üçüncü qanunu nədir? Mendelin üçüncü qanunda, baxın, iki əlamətin alternativ cütünə görə fərqlənən valideyn fərdlərin çarpazlaşması dihibrid çarpazlaşma adlanır. Yəni, Mendelin üçüncü qanunu əlamətlərin sərbəst paylanma qanunu adlanır. Baxın, monohibrid çarpazlaşma, biz bildik ki, monohibrid çarpazlaşma bir əlamətin alternativ cütünə görə fərqlənən valideyn formaların çarpazlaşmasıdır. Tutalım ki, bu böyüyanı böyüya oldu sarı hamar, kiçiyə kiçiyə oldu yaşıl qırışıq. Bu hamar və qırışıqlıq olmasına görə parçaladı. Amma dihibrid parçalaşmada 2 dənə əlamətdən istifadə olunur. Məsələn, böyüya, böyüya, böyük B, böyük B. Burada sarı rəng bir də olur hamarlıq forması. Sarı rəngi
A ilə işarə olunur, hamarlıq forması böyük B ilə işarə olunur. Kiçik A olur yaşıl rəng kiçik B bu da olur kiçik B qırışıqlıq formasını göstərir. Artıq burada dihibrid çarpazlaşmada görürsünüz 2 əlamətə görə fərqlənir. Məsələn, böyük A oldu rəng, böyük B oldu hamar. Bu fərqləndimi 2 əlamətinə görə. Kiçik A oldu yaşıl, kiçik B də oldu qırışıq. Deməli, 2 fərqlə 2 əlamətə görə fərqlərin çarpazlaşdırılmasıdır. İndi baxın, burada bu cədvəli, Parnik cədvəlini qurmağa ehtiyac yoxdur. Üzərində də izah eləyəcəm. Bir də yazılı formada da. Məsələn, burada valideyn fərd olaraq böyük A, böyük B. Yəni, valideyn fərd olaraq sarı, hamar rəngli. Yəni, toxumun formasına görə hamar, rənginə görə sarı rəngli toxumu götürüb, bunu balaca yazaq, bir dəqiqə gözləyin. Aha. Baxın, böyük A, böyük B. Sarı rəng hamar toxumu çarpazlaşdırır. Yaşıl qırışıqla, yaşıl rəng oldu kiçik A, qırışıq da oldu kiçik B. Bunu bildik. İndi buradan qamət. Böyük A bir dənə qamət verir, böyük B də bir dənə qamət verir. Oldu AB qaməti. Çarpazlaşır. Kiçik A bir dənə qamət verir, böyük B də bir dənə qamət verir. AB ilə AB-ni çarpazlaşdırır. Buradan demələ gəlir böyük A, kiçik A, böyük B, kiçik B. Buranı bildik. Yəni, aldığım fərdi çarpazlaşdırırım digər qamentə. Buradan əmələ gəldi birinci nəsil, F1 nəsil. Bu əmələ gələn nəsli də özü ilə çarpazlaşdıracaq. Yəni, böyük A, kiçik A ilə böyük B, kiçik B-ni özü ilə çarpazlaşdırır. Baxın, böyük A, kiçik A-nı, böyük B, kiçik B. Bu əmələ gəldi mənim birinci fərdim. İkinci nəsildə, yəni bunu özü ilə çarpazlaşdırır. Böyük A, kiçik A, böyük B, kiçik B. İndi burada əvvəlcə birinci nəslin əmələ gətirdiyi qaməti yazaq. Buradan əmələ gəlir, böyük A-nı bir dəfə vururam bu B-yə. AB qaməti. Sonra böyük A-nı vururam bu kiçik B-yə. Əmələ gəlir A, kiçik B qaməti. Daha sonra keçirəm kiçik A-ya. Kiçik A-nı vururam böyük B-yə. Kiçik A, böyük B qaməti. Bir də kiçik A-nı vururam kiçik B-yə. Kiçik A, kiçik B qaməti. Buradan yaza bilsin. Kiçik A, kiçik B qaməti. Bu oldu mənim birinci fərdimin əmələ gətirdiyi qamət. Sonra gəlin ikinci fərdin əmələ gətirdiyi qaməti yazaq altından. Yenə əmələ gəlir. Böyük A-nı vururam bu B-yə. Böyük A, böyük B birinci qamət. Böyük A-nı vuracam bu kiçik B-yə. Böyük A, kiçik B ikinci qamət. Sonra kiçik A-nı vururam B-yə. Kiçik A, kiçik B üçüncü qamət. Kiçik A-nı vururam kiçik B-yə. Kiçik A, kiçik B dördüncü qamət. İndi bunu Parnik cədvəlin yazsam, sıralama düzüb yazır. Amma mən yazmayacağım. Niyə yazmayacağım? Çünki burada bu formada gedirəm. Məsələn, burada birinci mən əmələ gətirdim böyük A, böyük B-ni. Bunu aşağıdakı fərdlərin hər birinə vura-vura gedirəm. Baxın, bu daha asandır. İmtahanda oturub bu Parnik cədvəlini qurduğunuzda bu formada oturub yaza bilərsiniz. Bu birinci fərdindən aldığın qametlərin hər birin digər fərdlərə vuracaqsan. İndi bunları silək, bir-bir izah eləyim necə. Məsələn, birinci fərddən aldığım böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Bunun digər fərdlərinin qametinə vur. Buradan böyük A, böyük B-ni böyük A, böyük B-yə vuranda əmələ gəlir. Böyük A, böyük B, kiçik B. Bunu bildik. Daha sonra böyük A, böyük B-ni vurursan böyük A, kiçik B-yə. Əmələ gəlir. Böyük A, kiçik B, kiçik B. Daha sonra hələ birincini hamısına vurmalısan. Böyük A, böyük A-nı, baxın böyük A, böyük B-ni vurursan kiçik A, kiçik B-yə. Əmələ gəlir böyük A, kiçik A, böyük B, kiçik B. Sonra birinci, yenə bunu sonuncuya vurursan. Əmələ gəlir böyük A, kiçik A, böyük B, kiçik B. Baxın, bu formada sıralama hamısını davam elətdirə gedirsən. Yenə deyirəm, bu formada sıralama hamısını davam elətdirə gedirsən. Məsələn, bunu birincini vurdum, bitdi, silirəm. Birdən biri sildim. İndi keçirəm bu AB-ni. Bir dəfə buna vuracaqsan, bir dəfə buna, bir dəfə buna, bir dəfə buna. Sonra bunu vurub qutarandan sonra bunu silirsən. Keçirsən bu kiçik AB-yə. Yenə bir dəfə buna, bir dəfə buna, bir dəfə buna, bir dəfə buna. Sonra bunu da vurub qutarandan sonra keçirsən digərinə, yəni kiçik AB-yə. Yenə də bunu hamısına vurub fərdləri sıralama yaza bilərsən. Yəni bir də mən durum Parnik cədvəlini qurum yox. Yəni o formada
yazmaq daha asandır. Və burada və burada necə olur? Bu hissəni çarpazlaşdırdıqdan sonra artıq yazdınız, çarpazlaşdırdınız. Burada 16 dənə fərd əmələ gəlir. Neçə dənə fərd əmələ gəlir? 16 dənə fərd. Fenotip sayına görə 4 dənə fenotip əmələ gəlir. Bu fenotiplər hansılardır? Sarı hamar rəngli, sarı qırışıq rəngli, yaşıl hamar, yaşıl qırışıq. İndi sarı hamar olması üçün dominant əlamətlər böyük A, böyük B eyni genin içərisində olmalıdır. Məsələn, birini misal olaraq yazın. Böyük A, böyük A, böyük B, böyük B. Bu sarı hamardır. Sarı qırışıq olmaq üçün hamarlıq verən böyük B geni olmamalıdır. Böyük A, kiçik B olmalıdır. Böyük B geni olmamalıdır. Yaşıl hamar olmaq üçün kiçik B ola bilər, amma tərkibində yaşıl rəng kiçik A olmalıdır mütləq. Bir də böyük B hamarlıq verən olmalıdır. Yaşıl qırışıq olmaq üçün tərkibində hamarlıq verən böyük B olmayacaq. Kiçik A bir də kiçik B-dən ibarət olacaq. Və burada fenotipə görə oldu 4 dənə. Genotipə görə artıq 9 dənə fərd əmələ gəlir. Neçə dənə fərd əmələ gəlir? 9 dənə. Deməli, bunu necə yazırsınız? Baxın, ümumilikcə fenotipə görə parçalanma 9 böl 3 böl 3 böl 1 nisbətindədir. Bunlar nədir? 9 dənə mənim sarı hamarım var, 3 dənə mənim sarı qırışığım var, 3 dənə mənim yaşıl hamarım var, bir dənə də mənim yaşıl qırışığım var. İndi baxın, 9 dənə mənim sarı hamarım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Niyə? Tərkibində həm böyük sarı rəng, həm də böyük bir hamarlıq verən var. 3 dənə sarı qırışığım. 1, 2, 3. Niyə? Tərkibində böyük var, amma böyük besi yoxdur. Hamarlıq verən yoxdur. Kiçik besi var. 3 dənə mənim yaşıl hamarım. Tərkibində ona yaşıllıq verən kiçik A, hamarlıq verən böyük B var. Bir dənə də mənim yaşıl qırışığım. Tərkibində hamarlıq verən böyük B olmayacaq. Yəni olacaq kiçik A, bir də kiçik B. Deməli, fenotipə görə parçalanma oldu 9-un 3-ə, 9 böl 3 böl 3 böl 1 nisbətində. Bəs genotipə görə parçalanma nədir? Genotipə görə parçalanma əsasən, baxın, burada parçalanma nəticəsində bir-bir yazıram. Əmələ gəlir 4 dənə böyük A, kiçik A, böyük B, kiçik B. Bu olur 4 dənə bu fərd. Daha sonra 2 dənə əmələ gəlir, 2 dənə. Bax, 4 dənə oldu böyük A, böyük B, kiçik B, böyük B, kiçik B. Daha sonra 2 dənə əmələ gəlir böyük A, böyük A, böyük B, böyük B. Bu çarpazlaşmanın içərisində var. Mən dediyim formada yazsaz yadınızda qalacaq. 2 dənə əmələ gəlir böyük A, kiçik A, kiçik B, kiçik B. 2 dənə əmələ gəlir kiçik A, kiçik A, böyük B, kiçik B. Daha sonra əmələ gəlir yenə 2 dənə böyük A, kiçik A, böyük B, böyük B. Daha sonra böyük A, böyük A, böyük B, böyük B. Bunlar 2 dənə əmələ gəlir. Deməli, mənim bir dənə oldu, 4 dənəm bildim bunlardır. 2 dənə əmələ gələnləri də yazdım. 1 fərd, 2 fərd, 3 fərd, 4 fərd. Yəni, yazacaqsınız ki bunu. Bir dənə qoyun, bunu silim. Deməli, mənim 4 dənəm əmələ gəldi. Böyük A, kiçik A, böyük B, kiçik B. 4 nisbətində. Daha sonra 2 dənə əmələ gəldi. Böyük A, böyük A, böyük B, kiçik B. 2. Daha sonra 2 dənə əmələ gəldi. Böyük A, kiçik B, kiçik B. Daha sonra 2 dənə əmələ gəldi. Kiçik A, böyük B, böyük B. Böyük B, kiçik B. Daha sonra kiçik A, böyük B, böyük B. Bu 1'dir. Kiçik A, kiçik B, kiçik B. Bu da 1'dir. Kiçik A, B, bu da 1'dir. Daha sonra böyük A, böyük B, böyük B. Bu da 2 dənədir. Böyük A, böyük B, böyük B. Bu da 1 dənədir. Deməli, yazacağıq 4 bölünsün 2 böl 2 böl 2 böl 2 nisbətində. Bir də 4 dənə bölək 1 bölək 1 bölək 1 bu nisbətində. Yəni, bir dənə 4 rəqəmindən istifadə olunur. 4 dənə 2 rəqəmindən istifadə olunur. 4 dənə də 1 rəqəmindən istifadə olunur. Bu formada bunu yadınızda saxlaya bilərsiniz. Və ya baxın, cədvəlin içərisində də bu formada yazmaqla da tapa bilərsiniz. Mən dediyim formada da yazmaqla tapa bilərsiniz. İndi nəyi öyrənirik? Genotipə görə parçalanmanı da bildik, fenotipə görə parçalanmanı da bildik. Qametlərin saflığı hipotezi nədir? Əvvəlcə bunu bilməliyik. Ümumilikcə, diploid 2N orqanizmdə qametlər haploid olur. Məsələn, 2N'dir, bunun qametləri haploid olacaq. Və bu qametlərdən allel genlərdən yalnız biri düşür.
Yəni haploid hüceyrələr də en heterozigot genotipli ola bilmir. Bir dənə en verib də hansı heterozigot olacaq ki? Qametlərin saflığı hipotezi poliploid formada özünü doğrultmur. Bu halda qametlərdə bir neçə allel gen mövcud olur. Tetraploiddə məsələn 4-ində parçalanır 2n. Bunlar da heterozigot fərqli ola bilərlər. Deməli, qametlərin saflığı hipotezi diploid orqanizmlərdə qametlərə haploid verdiyi üçün, yalnız allel genlərdən biri daşıydığı üçün bunlardan müşahidə oluna bilər. Sonra biz analiz edici çarpazlaşmaya baxmalıyıq. Baxın, analiz edici çarpazlaşma nədir? Analiz edici çarpazlaşmada bəzən genotiplə fərqli olan dominant əlamətlər, fərqlər olur. Onlar homozigot, heterozigot vəziyyətində olması üçün analiz edici çarpazlaşmadan istifadə olunur. Analiz edici çarpazlaşmada mütləq əlamətin resesiv əlamətinə vururlar. Məsələn, böyüyə dominantdır. Bunun öz resesivinə vuracaqlar. Böyüyə kiçiyə. Əmələ gəlir böyüyə kiçiyə. Aldığımız bu böyüyə kiçiyanı da yenə resesivə kiçiyaya vurursunuz. Bu zaman əmələ gəlir böyüyə kiçiyə. Yəni bu formada resesiv əlamətlər budur. Və ya dihibrid çarpazlaşma. Tutalım dihibrid çarpazlaşma olsun. Böyük kiçiyə, böyük B, kiçik B. Bunu analiz edici çarpazlaşma istifadə olunması üçün, yəni onun resesiv əlamətinə vurursan kiçiyə, kiçik B formasına vurursan. Ümumilikcə analiz edici çarpazlaşma dominant əlamətlərin resesiv formalarına çarpazlaşdırılmasıdır. Daha sonra gəlir qeyri-tam dominantlıq. Aha, bax bu xoruzların üzərində öyrənək. İrsiyyətin aralıq xarakteri. Ümumilikcə irsiyyətin aralıq xarakteri nədir? Baxın, heterozigot vəziyyətdə bir gen digərinin təsirini zəiflədə bilmir. Bu zaman qeyri-tam dominantlıq, yəni allel genlərin hər ikisi eyni dərəcədə təsirə malik olur. Bu zaman irsiyyətin aralıq xarakteri müşahidə olunur. Məsələn, burada qara rəngli toyuqla ağ rəngli toyuğu çarpazlaşdırıb. Biz bunu necə işarə edirik? Üzərindən yazacağım. Qara rəngli toyuğu kiçiyə işarə edirik. Ağ rəngli toyuğu böyüyə işarə edirik. Bunun çarpazlaşması nəticəsində burada əmələ gəlir böyüyə, kiçiyə, mavi rəngli cücə. Çarpazlaşdı, yəni aralıq xarakter daşıyır da, adam birini aldı, kiçik adam biri aldı. Eyni dərəcədə təsir etdikləri üçün nə ağ rəng meydana çıxmır birinci nəsil, bax bu birinci nəsildə, nə də qara rəng meydana çıxmır. Buradan əmələ gəlir böyüyə, kiçiyə, mavi rəng. Təzdən bu əmələ gələn böyüyə, kiçiyə, mavi rəngli xoruzla böyüyə, kiçiyə, mavi rəngli toyuğu çarpazlaşdırır. Bu zaman əmələ gəlir böyüyə, ağ rəngli cücə, böyüyə, kiçiyə, mavi rəngli cücə, böyüyə, kiçiyə, mavi rəngli cücə, kiçiyə, qara rəngli toyuq. Deməli, fenotipə görə parçalama 3 nisbətindədir. Ağ, qara, bir də mavi. Yəni, fenotip sayı 3-dür. Burada bir dənə əmələ gəldi ağ cücə, 2 dənə əmələ gəldi mavi cücə, bir dənə də əmələ gəldi qara cücə. Daha sonra genotipə görə parçalanma deyəndə bir dənə ağ olur, böyüyə, 2 dənə yenə mavi olur, böyüyə, kiçiyə, bir dənə də qara olur, kiçiyə. Yəni fenotiplə genotip parçalanması eynidir. Və qeyri-tam dominantlıq şəraitində genotip və fenotip sayları biri-birinə bərabər olur. Və ya biz buna misal olaraq gecə çiçəyi bitkisində misal göstərə bilərik. Ümumilikcə gecə çiçəyi bitkisində böyüyə, qırmızı rəngli gecə çiçəyini kiçiyə, ağ rəngli gecə çiçəyi ilə çarpazlaşdırırlar. Buradan əmələ gəlir böyüyə, kiçiyə. Bu əmələ gəlmiş çəhrayirət gecə çiçəkli olur. Bunu da özü ilə çarpazlaşdıranda, yəni böyüyə, kiçiyə ilə çarpazlaşdıranda yenə böyüyə qırmızı rəngli, böyüyə, kiçiyə çəhrayı rəngli 2 dənə böyüyə, kiçiyə olur. Bir də kiçiyə ağ rəngli çiçəklər əmələ gəlir. Daha sonra bu olur monoformasında. Bir də dihibriddə misal çəkək. Məsələn, dihibrid deyəndə tutalım ki, dihibrid çarpazlaşmada özünü doğruldursa, ağırın, say dominant şəraitində. Buna nə yazaq dihibriddə? Məsələn, dihibriddə götürək böyüyə, kiçiyə, böyük bir kiçik B-ni çarpazlaşdıraq yenə böyüyə, kiçiyə, böyük bir kiçik B ilə. Bu da olsun mənim dihibridim. Artıq dihibrid çarpazlaşması zamanı. Bu zaman necə əmələ gələ bilər? Bunu yenə Parnet cədvəli kimi qurub çarpazlaşdırmalısınız. Burada AB-dən əmələ gələnlər
eyni rəngi daşıyacaqlar valideyn. Kiçiyə kiçik B də valideyni daşıyacaq. Amma tərkibində böyük A olub dominantın biri, böyük B olmayanlar aralıq və ya böyük B olub böyük A olmayanlar aralıq xarakter daşıyacaq. Yəni dominantın birini öz üzərində götürən bu da aralıq xarakter daşıyır. Analiz edicini də bildik. İndi bir dənə də polihibrid çarpazlaşmadan danışaq. Baxın, ümumilikcə polihibrid çarpazlaşmada tam dominantlıq şəraitində və qeyri-allel genlər müxtəlif homoloji xromosomların cütlərində yerləşdikdə bunlar bütün əlamətlərə görə heterozigot olurlar və iki fərdin çarpazlaşması zamanı meydana çıxır. Ümumilikcə bu polihibrid çarpazlaşma zamanı qametin növ sayını 2/n düsturundan istifadə edəcəksiniz. 2/n qametin növ sayını göstərir. Fenotip sayı bu da 2/n'dir. Genotip sayı 3/n'dir. Kombinasiya sayı 4/n'dir. Burada n heterozigotların sayıdır. Nəyin sayıdır? Heterozigotların sayı. Baxırsınız, məsələn, tutalım ki, bax buradan gəlin misal çəkim. Böyük ya kiçik A 1 heterozigot, böyük B kiçik B 1 heterozigot, böyük C kiçik C 2 heterozigot, böyük D kiçik D 3 heterozigot. Baxırsan, necə yazırsan? Bu 1 heterozigotdur, bu 2, bu 3, bu 4. Gətirib qoyursan yerinə. Qamet sayını 2/n düsturu ilə hesablayarsan. 2/n bərabərdir. Neçə dənə heterozigot oldu? 1, 2, 3, 4. 2/4. Deməli 8 dənə qamet verəcək. Fenotip sayı bu da 2/n'dir. Elə 8. Genotip sayı 3/n'dir. Bərabərdir. 3-ün yerinə yenə 1 heterozigot, 2 heterozigot, 3, 4. Yenə 4 qoyursan 3/4 olacaq genotip sayı. Kombinasiya sayı 4/n'dir. 4/4 da olacaq kombinasiya sayı. Bu da olur polihibrid çarpazlaşma zamanı.